Yeni dərsimiz alqoritmlər. Alqoritm anlayışına baxacağıq. Görək alqoritm nədir? Alqoritmin əslində dəqiq bir tərifi olmur. Yəni riyazi bir tərifi olmur, daha doğrusu. Amma alqoritm haqqında bir anlayışımız olsun deyə bu formada deyə bilərik ki, alqoritm qarşıya qoyulmuş məqsədə çatmaq üçün icraçının təlimatlandıran aydın və dəqiq sonlu sayda addımlar ardıcıllığıdır. Yəni, əgər mənim qarşımda bir məqsəd varsa, o məqsədə doğru getdiyim yol, atdığım addımlar ardıcıllığı bir alqoritmdir. Bəs yaxşı, alqoritm kim tərəfindən yaradılıb? Alqoritmin bir yaranma tarixinə baxaq. Çoxrəqəmli onluq ədədlər üzərində hesablama əməllərinin aparılması qaydaları ilk dəfə 9-cu əsrin görkəmli özbək riyaziyyatçısı, yəni şərq alimi Əl-Xarəzm tərəfindən verilmişdir. Alqoritm termini də məhz bu riyaziyyatçının adı ilə bağlıdır, yəni əlqarizm kimi istifadə olunmağa başladı. Yalnız müəyyən dövrlər keçdikcə, ölkə dəyişdikcə hər kəsin öz dilinə uyğunlaşaraq Azərbaycan dilində də gəlib artıq alqoritm kimi səslənməyə, ifadə olunmağa başlayıb alqoritm sözü. Alqoritmin xassələri var, yəni xassə nədir? Bunları ödəməlidir ki, o alqoritm olsun, əks halda alqoritm sayılmır. Alqoritm olması üçün birinci müəyyənlik xassəsi var ki, müəyyənlik xassəsini ödəməlidir. Nəticəvilik, diskretlik və kütləvilik. 4 dənə xassəsi var. Gəlin baxaq bunlara. Müəyyənlik xassəsi nədir? Bunun digər adı da determiniklik xassəsidir. Yəni bu formada da testlərdə qarşınıza çıxsa, unutmayın ki, bu müəyyənlikdir. Alqoritmdəki hər bir mərhələnin məzmununu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu alqoritmin müəyyənlik xassəsini təşkil edir. Yəni biz bir addımlar atırıqsa, biz hər hansısa bir məqsədə doğru gediriksə, biz hansı addımları atacağımızı bilməliyik. Bu addımlar bizə müəyyən olmalıdır. Kütləvilik xassəsi odur ki, kütləvilik xassəsinin özünün iki növü var. Var müəyyən bir məsələnin həlli üçün və bir də var ümumi hər bir şeyə aid olan kütləvilik. Məsələn, müəyyən bir məsələnin həlli üçün olan alqoritm həmin tipdə olan bütün məsələlərin həlli üçün istifadə olunur. Məsələn, belə bir düstur yazıram. A + B kvadratı. Bax, bu müxtəsər vurma düsturunun belə deyək də, düsturudur. Bundan istifadə edərək bu tipdə olan bütün misalları, bütün məsələləri bu formada həll eləyirik. Bax, bu olur kütləvi alqoritm. Yəni, bu kütləvidir, bu formada buna aid olan bütün misalların həllinin həll olunma formasıdır. Bir də var ki, alqoritm elə təsvir olunmalıdır ki, onlar hamı tərəfindən istifadə edilsin. Məsəl üçün, deyirəm, hər hansısa bir butebrotun hazırlanması. Butebrotunu hazırlayan zaman hamı çörəkdən istifadə eləyir. Hamı, deyək ki, hər hansısa bir içinə vurulan tərəvəzlərdən istifadə eləyir. Hamı toyuqdan və yaxud da ki, kolbasa məhsullarından istifadə eləyir. Bu da olur hamı tərəfindən istifadə olunan bir alqoritm. Bəs yaxşı, nəticəvilik nədir? Mütləq ki, alqoritmin bir sonu olmalıdır, yəni nəticəsi olmalıdır. Əgər o gəlib sonda nəticəyə gəlib çıxırsa, mən axırda nəticə əldə eləyirəmsə, bu olur nəticəvilik xassəsi. Diskretlik sadə addımların bir-birini izləməsidir. Məsələn, biz deyək ki, oxuyuruq 3-cü sinifdə, bizi birdən-birə aparıb 6-cı sinifə qoyurlar ki, buradan təhsilini davam elə. Burada diskretlik pozulur. 4-cü və 5-ci sinifləri oxumadığım üçün zəncir qırılır və mən sonda nəticəyə çatmıram. Nəticə olmur sonda. Sonda da nəticə olmursa bu alqoritm sayılmır. Yəni alqoritm sayılması üçün addımlar bir-birini izləməlidir. Hər bir sinifi öz vaxtında oxuyub, hər bir belə deyək də, məzmun xəttinin özünü vaxtında yiyələnmək və ondan sonra digər addımı atmaq lazımdır. Və yaxud da ki, deyək, bankomatdan pulun çıxardılması. Əvvəlcə kartı daxil eləyirik. Kartı daxil eləyəndən sonra kodu yığırıq, yəni şifrəni yığırıq. Əgər mən orada şifrəni yığmasam, kartın mənə məxsus olduğunu tanımaz aparat və bu zaman mən istəyimə çatmaram. Sonda məbləği oradan çıxarda bilmərik. Buna görə də, yəni nə deməkdir? Diskret. Addımlar bir-birini izləməlidir. Hər bir addım öz yerində yerinə yetirilməlidir. Addımın birini unudub digər addımı atarıqsa, sonda nəticə almarıq. Daha sonra alqoritmin təsvir üsulları var ki, məsələn, təsvir eləyən zaman bir neçə üsulları keçirik. Bu üsullar hansıdır? Proqramla təsvir var. Blok sxemlə, buna qrafik də deyirlər, qrafik təsvir.
Psevdokodlarla təsvir var və sözlə təsvir var. Sözlə təsvir hər hansı bir alqoritmi sözlə təsvir eləmək, şifahi dillə təsvir eləməkdir. Proqramla təsvir hər hansısa bir proqramdan istifadə eləyərək bunun təsvirini qurmaqdır. Blok sxema isə indi blok sxemi izah eləyəcəyəm şəkillərlə və bir də psevdokodlar var ki, məsələn, yolda ən çox rastlaşırıq bununla. Qarşımızda deyək ki, yol nişanları çıxır ki, qarşıda bir inşaat işi gedir. Məsəl üçün, bu yola girmək olmaz. Mən bu zaman burdan elə bil ki, məndə nə olur? Nəticə olaraq mən onu alıram ki, həmən yoldan istifadə eləmirəm, digər yoldan istifadə eləyirəm. Yəni bu mənə psevdokodlarla alqoritmin yerinə yetirilməsi olur. Blokların şərtlərinə baxaq. Dedik ki, blok sxemlərlə qurulan alqoritmlər var. Yəni blok sxemlərlə qurulan zaman, bax bu gördüyünüz blok sxemlərdən istifadə eləyəcəksiniz. Bu gördüyünüz oval blok sxemi həm başlanğıc, həm sonda istifadə olunur. İçinə başla sözü yazılır başlayan zaman. Bitən zaman isə içinə son sözü yazılır. Proses hesab bloku, yəni hesabları yazan zaman düzbucaqlı blok sxemindən istifadə olunur. Daxil etmə və xaric etmə bloku bu blokdan istifadə olunur. Şərt bloku isə gördüyünüz romb blokudur. Rombun içində bir şərt olur, həmişə sual olur. Suala uyğun olaraq hə qoluna və yaxud da ki, yox qoluna gedirik. Bu zamanda budaqlanma yaranır. Dövr bloku isə bu formalı blok sxemin içində yazılır. Burada dövr gedir. Əgər şərt ödəyirsə, bir də ora qayıdırıq və yaxud da ki, şərti elə qoyaq ki, şərt ödənmədikdə hər dəfə qayıda bilərik ora. Digər qolu isə şərt ödənəndən sonra o qoldan istifadə edib blokdan çıxırıq. Çap etmə bloku isə gördüyünüz bu blok çap etmə blokudur. Sonda nəticəni çap eləmək üçün, məsəl üçün deyirəm, S-i çap elə sonda, S-in qiymətini çap elə. Bundan istifadə olunur. Alqoritmin alt proqramlarından, alqoritm və yaxud da alt proqramlar, hər hansı bir alternativ yollardan, alternativ alt proqramlardan istifadə etmək üçün də bu gördüyünüz bloklardan istifadə edəcəksiniz. Bir də alqoritmin növləri var. Alqoritmin 3 növü var. Var xətti növ. Bax, gördüyünüz kimi bir xətt boyunca gedir, heç yerə budaqlanmır. Budaqlanan alqoritmin özünün 2 növü var. İndi növbəti slaytlarda danışacağıq o haqda. Budaqlanmada qarşımızda şərt olur. O şərtə görə istəsək sola və yaxud da ki, sağa dönə bilirik. Dövr alqoritmi isə bir neçə dəfə, ən azı 2 dəfə orada dövr gedirsə, buna dövrü alqoritm deyilir. Eyni hərəkətlər ən azı 2 dəfə təkrarlanırsa, olur dövr alqoritm. Bax, bu gördüyümüz xətti alqoritmdir. Bir xətt boyunca gedir. Başlanğıc A ədədini deyir daxil et. A ədədinin üzərinə əvvəl 15 ədədi gəlir. Məsəl üçün, A ədədi mən deyirəm ki, 5-i daxil eləyirəm. Və burada görürsünüz, hesab bloku açılır. Bu zaman deyir, 5-in üstünə 15 gəl və sonda nə deyir? Deyir, nəticəni söylə. Və nəticəni də burada söyləyirik. 20 olaraq çıxardırıq və son alqoritm sona yetir. Budaqlanma alqoritmdə ortada bir şərt olur. Şərtdən asılı olaraq hə qolu və yox qolu olur. Hə qoluna gedəriksə, hər hansısa bir S2 funksiyasını yerinə yetiririk. Yox qoluna gediriksə, hər hansısa bir S1 funksiyasını yerinə yetirib və sonlandırırıq. Sonda yekunlaşdırırıq proqramı. Budaqlanan alqoritmin növlərinə görə dedik ki, 2 növü var. Hansı növlərdir bunlar? Var tam budaqlanma, bir də var natamam budaqlanma. Tam budaqlanma, bu gördüyünüz tam geri qayıtdı. Bu gördüyünüz tam budaqlanmadır. Yaxşı, bunun tam budaqlanma olduğunu hardan bilirik? Əgər şərtin hər iki qolunda, həm yox qolunda hər hansısa bir əməliyyat icra olunur və yaxud da hə qolunda hər hansısa bir əməliyyat icra olunursa, yəni hər iki qolunda hər hansısa bir əməliyyat varsa, buna deyirlər tam. Çünki hər iki qolunda iş var. Natamam budaqlanma odur ki, hə qoluna gedəndə hər hansı bir əməliyyatı yerinə yetirirsən, amma yox qoluna gedəndə fikir verin, heç bir iş yoxdur, boşdur bu qol. Ona görə buna deyilir natamam, yəni tam olmayan budaqlanma. Baxalım belə budaqlanan alqoritmə A və B qiymətləri verilir. Əgər deyir A qiymətin B-dən böyükdürsə, onda hə qoluna get. Əks halda yox qoluna gedəcəksən. Məsələn, A-ya verək 5 qiymətini, ixtiyari bir qiymətlər verirəm. B-yə də verirəm 7 qiymətini.
Gəlib burada soruşur, 5 böyük bərabərdirmi 7-dən? Baxıram ki, xeyr, nə böyük deyil, nə bərabər deyil. Ona görə yox qoluna gedəcəm və burada x-a bir qiymət təyin olunur. A ilə B toplanılır, 7 ilə 5 toplanılır. Bu da eləyir 12. Və sonda da həmən bu x-i çapa verir, qiymət olaraq 12 çapdan çıxır. Burada isə dövrü alqoritmi görürük. Dövrü alqoritmdə proqramlaşdırmada tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövrü alqoritmlərdən istifadə olunur. Hesablama prosesinin təkrarən yerinə yetirilməsi prosesinə dövr deyilir. S operatoru P şərti ödənildiyi halda dəfələrlə yerinə yetirilir. Deməli, gəlib burada şərt kəsirəm. Əgər bu şərt ödənirsə, hə qoluna gedir. Çünki burada nə deyir bizə? Deyir ki, ödəndiyi halda. Ödənirsə, hə qoluna gedir. Ödənmirsə, yox qoluna gedib çıxmalıdır çölə. Əgər şərt ödənirsə, həyə gəlir, S-i yerinə yetirir. Qayıdır bir də P-dən bir də soruşur. Yenə cavab hədirsə, həyə gəlir, S-i yerinə yetirir, gəlir P-yə. Bir də soruşur. Əgər ödənirsə, bu qaydada dövr gedir. Yox, sondakı şərt əgər ödənməsə, yox qoluna gedir və dövrü sonlandırır. Dövr operatorlarının özünün də iki növü var. Var sadə dövr, bir də mürəkkəb dövr var. Sadə dövrdə bir dənə dövr gedir. Amma mürəkkəb dövrdə ən azı artıq 2 dəfə dövr gedirsə, bu mürəkkəb sayılır. 2 və 2-dən çox dövrlər artıq mürəkkəb dövr sayılır. Gəlin baxaq dövr alqoritminin digər növlərinə baxaq. Var ön şərtli dövr, son şərtli dövr, modifikasiyalı dövr. Bax, bu gördüyümüz ön şərtli dövrdür. Burada şərti əvvəlcədən kəsir bizimlə. Əgər şərt ödənirsə, hə qoluna gedir, dövr icra olunur, yenidən bir də dövrə qayıdır. Yox, şərt ödənməsə dövrdən çıxır. Son şərtli dövrdə isə şərt sonda verilir. Əgər şərt ödənirsə, birinci işi görür, sonra gəlir soruşur. Şərt ödənirsə, hə qoluna gedir, həmən işi bir də görür və yenə gəlir soruşur. Yox, ödənmədikdə isə artıq dövr sonlanır. Yəni buna son şərtli deyirlər, çünki şərt bloku sonda yerləşir. Modifikasiyalı dövr isə gördüyünüz bu blok sxemin vasitəsilə qurulur. Modifikasiyalı dövrün içində bu qaydada yazılır. Məsəl üçün başlanğıc. Başlanğıc qiymət məsələn deyirəm 5, son qiymət də deyirəm olsun 7. Və bu da arasındakı addım sayıdır. Addım sayı da olsun 7, 17 yazıram bura. Son qiymət 17 olsun. Addım sayını da verək 2. Yəni 5-dən 17-yə qədər 2-2 addımlayır. İyi bax bu qiyməti alır. Birinci 5-i alır. Sonra 7-ni alır. Çünki addım sayı 2-dir. 7-dən sonra 9-u alır. 11-i alır. 13-ü alır. 15-i alır. 17-ni alır. Və 2-2 addımlayaraq 17-yə qədər sonuncu qiymət hamısını alır. Və burada həmişə dövrün sayı əvvəlcədən məlum olur. Çünki mən baxıram burada neçə dəfə addım atacağam. 2, 4, 6, 7. 7 dəfə addım atacağam. Deməli, dövr burada 7 dəfə təkrar olunacaq. Yəni burada şərt kəsmir. Burada yalnız sənin rəqəmlərinin sayı qədər burada dövr gedəcəksən. Hər dəfə dövrün gövdəsinə düşüb əməliyyatı icra edəcəksən. 7 dəfə dövr gedir. Sual düşə bilər ki, hansı dövr operatorlarında, hansı növündə dövrlərin sayı əvvəlcədən məlum olur? Bu modifikasiyalı dövrdür. Sayğaclıdır. Əvvəlcədən sayğac hesabına mən bilirəm ki, burada neçə dəfə dövr gedir. Baxalım bu blok sxemə. Məsələn, A-nı 2 qiyməti ilə başlayır, i-ni də 4 ilə başlayır. Gəlir burada şərt kəsir. Deyir i qiymətin, yəni 4 böyük bərabərdirmi 6-dan? Xeyr, baxıram böyük bərabər deyil. Ona görə yox qoluna girəndə kainat sözü bir dəfə çap olunacaq. Hər dəfə çap olunduqca bura xətt qoyacağam. Və i bir vahid artır. i-nin növbəti qiyməti olur 4 idisə olur 5. Qayıdır bir də. Bu xətt bizi qaytarır bir də dövrə. İndi 5-i yoxlayır. 5 böyük bərabərdirmi 6-dan? Xeyr. Ona görə yox qoluna gedir kainatı bir də çap eləyir. i-nin növbəti qiyməti olur 6 və 6 ilə gəlir dövrə girir. 6 böyük bərabərdirmi 6-ya? Baxıram ki, 6 böyük deyil, amma bərabərdir. Bərabər şərtini ödəyir. Hə deyirəm və sonlandırıram. Sual olar ki, kainat sözü neçə dəfə çap olunur? Deyəcək 2 dəfə çap olunur. Soruşa bilər ki, i-nin sonuncu qiyməti nə olur? i-nin sonuncu qiyməti 6 olur. Baxalım belə bir dövrə. Burada nə deyir deməli? S-ə verib 297 qiymətini və deyir ki,
burada S bölünsün 3. Yəni 297-ni 3'e böl deyir. O zaman alırıq 99. S-in qiyməti olur 99. Fikir verin necə dövrdür. Son şərtlə dövrdür. Əvvəl qiyməti hesablayır, sonra şərti soruşur. Deyir 99 böyükdürmü 15-dən? Deyirəm yox. Böyük olmadığına görə üzr istəyirəm. 99 15-dən böyükdür. 99 böyükdürmü 15-dən? Deyirik bəli, böyükdür. Ona görə hə qoluna gedirik və gəlirik hə qoluna. İndi ikinci dəfə. Yenə S axı 99-dur. 99-u bu dəfə bölürük 3-ə. Bu zaman alırıq 33 qiymətini. Növbəti qiymət 33 olur və burada şərt kəsir. 33 böyükdürmü 15-dən? Bəli. Böyük olduğuna görə hə qoluna. Baxın, bir dənə dövrlər də sayaq burada. 1, indi ikinci dəfə həyə gəldi. Hə qoluna gəlir və 33-ü bu dəfə bölür 3-ə. 33-ü 3-ə böləndə eləyir 11, yazaq buradan 11 və gəlir soruşur burada 11 böyükdürmü 15-dən? Xeyr. Artıq bu şərt ödəmədiyinə görə yox qoluna gedir və S-i çap eləyir. S-in də axırıncı qiyməti 11 idi. 11-i çap eləmiş olur. Soruşa bilər ki, S-in qiyməti nədir? Deyəcəyik 11. Soruşa bilər ki, dövrə neçə dəfə dövr oldu? Deyəcəyik burada 2 dəfə dövr oldu. Üçüncü dövrdə artıq qayıda bilmir. Şərt ödənmədiyi üçün. Modifikasiyalı dövrə baxaq. Baxın, modifikasiyalı dövrdə i-nin qiymətlərini yazaq. i-də 2-dən başlayır, 10-da bitir, 3-ü çatdımlarla. Birinci qiyməti 2 olur, ikinci qiyməti 5 olur, 8 olur. Növbəti qiyməti 11 olur. Onu keçdiyinə görə onu yaza bilmirik. Çünki axırıncı qiymət deyir 10 olmalıdır. Ondan böyük ola bilməz. Deməli, burada 3 dəfə dövr gedəcək. Hər dəfədə i, 2, 5 və 8 qiymətlərini götürəcək. Başlayırıq dövrə. S-i birinci vururuq i-yə. S-in qiyməti 1-dir. 1-i vururam. i-nin birinci qiyməti nədir? 2. 2-ni götürmüşəm ya. 1 vur 2. S-in indi qiyməti oldu 2. S-in qiyməti oldu 2. Və baxın, dövr buradan bizi təzədən qaytarır bir də modifikasiyanın içinə. Deyir, indi get növbəti qiyməti götür. İndi 5-i götürürəm. Düşürəm bir də dövrə. S 2 idi. İndi nə olacaq? 2 vur 5 olacaq. Növbəti qiymət olacaq 10. Bu dövr məni yenidən qaytarır modifikasiyanın içinə və 8-i götürürük. Nə olacaq? S vur i, yəni 10 vur 8, 80 alacağıq və dövr sonlanacaq. S 80-i çap eləyəcək. S-in axırıncı qiymət 80. Deyə bilər, burada neçə dəfə dövr gedir? Burada 3 dəfə dövr getdi. Bu qədər.